Sidik qaçırmada icra olunan TOT əməliyyatı haqqında geniş məlumat veririk. Hər gün də belə deyək, bu haqda maarifləndiririk pasientləri və nə sevindirici haldır ki, artıq kolleqalarımızda başlayıb video çarxlar çəkməyə, maarifləndirməyə. Bu əlbəttə ki, sevindirici haldır. TOT əməliyyatında icra olunan, yəni belə deyək, istifadə olunan meşlər var, xüsusi setkalar, belə deyək, materiallar. Bizim istifadə etdiyimiz materiallar xüsusi olaraq onun üçün icad olunan materialdır. Yəni bir markadır, adını burada deyə bilmərik. İstifadə etdiyimiz həmən o setka xüsusi bir selofan içərisində olur və biz onu əməliyyat zamanı uretranın altına yerləşdirəndən sonra o selofanı açırıq, avtomatik onun ortasında middle, yəni xüsusi bir yeri var. Hansı ki biz o hissəni uretranın altına qoymalıyıq, qoyanda da avtomatik özü açılır. Yəni bunun üçün icad olunmuş bir meşdir. Mən nə görürəm? Bir neçə video çarxlar görürəm, kolleqalar tərəfindən çəkilən, əllərində əyri-üyrü kəsilmiş, nəyinsə kənarına, böyründən kəsilmiş bir setkanı tutublar əlində ki, biz bu setkanı qoyacağıq. Elə setka qoyulmur uretra altına. TOT əməliyyatından özünün xüsusi meşləri var. Ona istifadə etmək lazımdır. Hansısa setkanın böyründən kəsilib, bir ucu uzun, bir ucu qısa, əyri-üyrü o setkalar olmaz. Ən azından o video çarxda onu göstərməyin. Çünki ona biz də baxırıq, kolleqalar, hansı ki işin mütəxəssisləri. Belə, sağ olun, sağlam olun.